Bəli, əziz müştərilərimiz, gördüyünüz kimi bu evimizin həyətidir. Həyətinə rahat maşın daxil olur, qarajı da var. Yerdən 14 daş kürsülüdür evimiz. Düz yoldan hardasa bir belə deyim də sizə 10 metr arası var. Avtobus 10 metrliyindən keçir. Bura yaşıllıq zonasıdır. Qazı, suyu, işığı keçir alıcının adına. Sənəd etibarnamə deyib bələdiyyədir qeyd edeyim. Evimiz 14 daş kürsülüdür. Alt mərtəbəsinin hündürlüyünü də sizə göstərim. İstəyən olsa buranı da düzəldib nə sözü üçün şərait qura bilər. Garajı daha çox hündürdür, rahat cip, sedan girir. Evin yanına və arxasına keçidimiz də var. Gördüyünüz kimi hündürlüyü də var, pəncərələr də qoyulub arxadan. İstəyən olsa şəraitini qura bilər. Keçək indi bir dənə evimizin əsas iç tərəfini sizə göstərim. Qapının ağzından 132, 161 nömrəli marşrutlar keçir. 132 Əhmədliyə gedir, 161 isə Suraxanıya. Evin tikilişində yəni keyfiyyətli materiallardan istifadə olunub. Usta evidir də belə deyim sizə. Usta özü tikib bu evi satışa qoyub. Satış niyyəti ilə tikilsə də, yəni deməyim odur ki, yaxşı tikilib, keyfiyyətli tikilib. Burada balkon hissəmiz var belə. Və daxil oluruq evimizə. Lakı təsəvvür olub. Bilmirəm heç quruyub yoxsa yox. Mən evin içinə girməmişəm. Hə, quruyub. Ya Allah. Daxil oluruq evimizə. Bura bizim koridorumuzdur. Solda yerləşir bizim mətbəximiz. Mətbəxin aboylarına filan diqqət eləyin, hamısına bütün detalları hamısı nəzərə alınıb bir-birinə uyğun olsun. Burada bizim yerləşir bir dənə belə bir yataq otağımız. Evin aboylarının zövqünə söz yoxdur. Bu bir dənə koridorun aboyuna bir şey verin işləmələrinə. Burada bizim yerləşir 2 dənə belə otaqlarımız. 3 yataq otağı, 1 zal, hamam, tualet, kuxna. Yəni mətbəxdə kuxna deyirəm, bəziləri zət. Bura istifoldur, hamam, tualetdir bura. Sanitar qovşağımız. Spotları göstərib, qəşəng spotlar seçiblər bu dəfə. Bu dəfə daha fərqli. Və son olaraq sizə istəyirəm zalımızı təqdim edeyim. Belə bir geniş zalımız var. İsitmə sistemimiz kombidir. Hövsan kənddə 118 saylı məktəb tərəfdə düz yolun qırağında bu evimizin start qiyməti 124.000 manatla satışa çıxıb. Real müştəri olsa gəlsin yerində danışsın. İnşallah söhbət eləsin, ev sahibi ilə birbaşa evini alsın. Allah hər kəsin xeyrini versin. Bütün evsizlər də tezliklə öz evinə qovuşsun. Hələlik.